Ay cəmaət, yenə də mən gəlmişəm yeni bir meyvə qurusu ilə. Bugün bir fərqli bir meyvə qurusudur. Əslində deməyəcəm nədir. Bunu dostlarımla da, iş yoldaşlarımla paylaşacağam. Ondan sonra baxarıq görək ki, necə bir şeydir, dadı nədir. Əslində heç meyvə qurusuna da oxşamır. Dördbucaq bir qəndə oxşayan bir meyvə qurusu vidində bir şeydir. Amma dadına baxacağam indi görək. İz birinci, sonra da dadı, turşlu, şirindir, nə olan bir şeydir. Əslində mən bilirəm nədir, yüngül də araşdırma apardım. Amma heç baxanda heç bənzətmədim də ona. Bir dənə birinci mən özüm tək bunun dadına baxım. Bunun qiyməti əslində 11 manat 45 qəpik idi kiloqramı. Mən müəyyən miqdarda aldım ki, test eləyək. İndi belə icazə ilə qoy, mən müdaxilə eləmə qoy, başlayaq. Biraz bərkdir çənləyəndə. Amma dadı qəşəng, belə turşməsə bir dadı var. Ləzzət edir adama. İyi də xoş, iyi var. Adamı belə məftun eləyir. Bazen video qəribədir ki, niyə bunu dördbucaq eləyiblər? Dostlarıma, iş yoldaşlarıma da təqdim edeyim. Siyavuş bəy, buyur bir dənə bax adına. Biri bir dənə sən də bax. Turon. Bənzər tutulmaz. İndi bir baxın görün necədir. Əslində bir qısa məlumat verim ki, bu meyvə gilə meyvədir. Bu iki növ var, rənglərinə görə fərqlənir, xüsusiyyətləri də var. Deyirlər ki, ürəyin dostudur, ürəyə çox faydalıdır, qan damar sisteminə faydası var, sinir sisteminə faydası var, digər faydaları da var. Onu irəliyən dəqiqələrdə deyəcəm sizə. Siyavuş bəy, necədir dadı? Gedir? Yaxşı düşmələr. Qəşəng. Çayla gedər, yaxşıdır. Çayla gedər, yoxsa su ilə gedər? Dərman kimi də qəbul etmək olar məncə. Çayla biraz şirinliyi azdır çaya görə. Marşrutu bura gəlir, sevir. Qəşəng. Miri, sən də necədir? Qəşəngdir, çox qəşəng. Var orada yine ha? Ha, götür. Gəlirəm. Qurbanlısan. Qəşəng yazar verir, bunu tutarım. Tural, sən də bir fikri Elə verir. cem halında hazırlayıblar. Amma meyvə olduğu deyildi. Prosta üstünə konfet kimi demiş şey var. Hə? Konfet kimi nəsə vurublar üstünə. O mənə elə gəlir o da özüdür. Prosta sadəcə pressolunun formasıdır da, yəni preslənmiş forması. Ortası cem formasındadır, üstü preslənmiş formasındadır. İçi boyu sən nə dad verir? Qaragilə, yemişan. Da ikisindən biri olar, amma Adıdır, Əsas- yoxsa şirindir? turşa şirindir. Turşa şirin. Amma yemişan daha yaxın gəlir. Çünki kompotun içi Qaragilə biraz şirin olur. Hə, biraz. Biraz daha quru olur. Yemişan daha sulu. Tural, sən deyilən fikri ver. Yemişan dadına bənzəsə də mənə elə gəlir ki, müəyyən qohumluqları, qonşuluqları olan rənglər də var. Yəni dad rənglərindən gedir söhbət. Şampan gilasının dadına biraz bənzəyir. Eyni zamanda yəqin hamınız yemisiniz, bilirsiniz uşaqlar, bu qara gavalının dadı var. Müəyyən mənada. Ola bilsin ki, bunun içərisində hər hansı bir qatqılar olsun. Həmin qatqılarda həm şampan gilasının, eyni zamanda o dediyim qara gavalından müəyyən dad qatqıları əlavə olunsun, bilmirəm. Bəlkə də sadəcə bu dil lansələrinin belə deyək də oxşatdığı bir şeydir. Ancaq 3 variant da oxşayır, yəni həm yemişana oxşayır dad baxımından, amma tam yemişan deyil, tam yemişanın dadı biraz fərqli olur. Biraz da yemişanda acılıq da var müəyyən mənada. Bunun acılığı sanki götürülüb. Yemişanı yemişsinizsə bilərsiniz. Qara gavalın dadına nisbətən oxşatdım, daha çox oxşayır. Eyni zamanda şampan gilasında. Toparlasaq Tural, nədir bu? Sənə görə. Mənə görə mən belə deyək də, indiki vəziyyətdə qara gavalı deyərdim. Miri sən? Mən yemişanda qalıram. Yemişan. Yemişan deyil, çünki ən sevdiyim meyvələrdən deyil, amma belə olanda yerim. Bəs Siyavuş bəy, sən nə deyirsən? Mən də yemişəm deyə. Yemişan deyirsən. Xanım da öncədən demişdi mənə ki, dadına baxandan sonra yemişandır. Fikrini aldım mən. Əslində
çox da uzatmayacağam. Dostlar düz deyir. Bu yemişandır. Hamısı dostlar, hamısı deməyib ağa, Tural orada cavalı deyir bayaq. Tural heç də, Tural yaradıcı adamdır. İndi caval deyə bilər o. Yəni o mənada dostlar deyirəm ki, əgər 3 nəfər üstünlüyü təşkil edirsə, bu o deməkdir ki, nəticəsi deməli yemişandır. Yemişan haqqında bir şampan dedi, yadıma nə düşdü, Tural. Onu bildirim ki, bunun varinəsi olur, girə meyvədir. Həm də bunun kompotu olur və şərabı olur. Şərab halında olur. Şərab halında mən istifadə eləməmişəm, bilmirəm necədir, amma digər vasitələrdən istifadə eləmişik, yaxşıdır. Prosta ki, bunu fabrik elə düzəldib ki, yəni belə baxsan elə bilmərsən ki, bu meyvə qurusudur. Elə bilərsən nəsə şirniyyatdır, alıb çayını içib dadına baxarsan, amma çox belə maraqlı dizayn veriblər. Xoşa gələn bir dadı da var. Mən xoşuma gəldi, bəyəndim. Dostlar da yəqin ki, fikirlərin necədir? Dadı var. Çox qəşəng. Yəni alıb pul vermərəm. Pulsuz versələr alar, problem yoxdur. Müftü aparar evə meşokla istifadə eləyər, amma pul verməklə arası yoxdur. Elə bu yerdə mən istədiyim ki, bu maraqlı bir meyvə qurusudur. Məsləhət görəm əslində, gedin alın, bir dadına baxın, çayla için. Bu mənim atamın şirkəti deyil, qohumumun şirkəti deyil. Mənim üçün fərqi yoxdur. Alsaz da, almasaz da, mənim isti soyuğu yoxdur. Sadəcə belə məsləhət görəm ki, belə ağzınıza belə xoş dad gəlsin deyənəm. Gedin alın, bir test eləyin, baxın ki, necə bir şeydir. Dadına baxandan sonra zəhmət olmasa, imkan olsa, şərh bölmələrinə fikirlərinizi yazın. Biz də orada baxaq görək ki, fərqli fikirlər arasında itib batırıq, yoxsa yox. Belə dostlar, görüşərik. Amma görüşməmişdən əvvəl deyim ki, indi yadıma düşdü. Girin zəhmət olmasa abunə olun ki, mənim videolarım qarşınıza çıxsın, görüşək.